Hər vaxtınız xeyir olsun, bir daha Lənkərandayam. Bu saat 20 qəpik tutdu. Yine yerdə oturaq ki, bax dənizdə durubca gözəl görsənir. Bu gözəl gördüyümüz kapeş, saray bizim ləzzət otağımızdır. Yumurta neçədir ay nənə? 30 köpüyə. Yağ var, istəyirsiniz yaxşı yağ. Yağ neçədir? Həmincə 15 manat. Bu kəgillər var. Ha, çəkirlər səni. Bax, göbələyə bax, göbələyə. Bu yeməli göbələkdir. Gəl belə eləyək, içimizdə kimi sevmirsə risk payı ona verək. Bəh. Bu Lənkəran da nədir? İndi dadına tez baxaq mı? Alver var. Şükür. Heyva haran heyvasıdır? Kürdəmir heyvası. Ay maşallah. Heyva da ha. Ki bu neçə versiniz? Daha verirəm 5. Sən bundan nə pişirirlər? Onu qaynadırsan amalli başlayır. Sonra onu tökürsən qaza, onun yağı tökürsən, onun alçanı tökürsən, onun digini tökürsən. Ağzını bağlayırsan, xörək bişir burada. Düzdür. Deyəsiniz ki, dodaq uçuqlar nə deyirlər onu? Mətbəxdən salamlayıram. Bugün mətbəxdə nə bişirəcək? Sıvı qarışdəsi. Yəni sıvı qarışdə də deyirlər, sıvı qarışdədir Sami. Mən də sizi salamlayıram. Hardan? Bay Mübariz restoranının sirlərlə dolu mətbəxindən. Mətbəxindən, bəli. O sirlər ki, o ləzzətlər ki, burada dueli olur. Ləzzətlər dueli və duelin də elə əsas səbəbkarları elə mətbəxdə olan bizim şeflərimiz və aşbazlarımızdır. İndi isə nə edir? Bizə nələr lazımdır? Dənə lobi. Əvvəlcədən qaynatmışıq, hazırdır. Yanında noxud, alça, ərik, ələyis, qavurma, soğan, sarı kök, duz, su. Burada yoxdur, amma bilinki var yəni. İndi isə xəmiri yoğururuq. Ümumiyyətlə bu ərişdənin xəmirinə. Sarı kök. Ki vurulmur. Siz deyin, yumurta vurulmur. Qara istiyor. Mən yumurta az görmüşəm, amma yumurta eləyənlər də olur, özür dilərim. Bunu yaxşıca yoğuruq, bismillah. Dedik, xəmirimizi yoğuruq. Vurmaqla bu ərişdə öldürəcək bizi. Xəmiri belə açdıqdan sonra biraz özdə qalın olmalıdır. Bax dostlar, bunu da vurğunun bilin. İçin belə unlu üstünüz. Qavurmalı ərişdə. Bu qəşəng qaynayır, indi qaynasın. Qaynayandan sonra ərişdəmiz hazırdır. Bax, dostlar, ərişdəni belə tökürük. Bəh. Ərişdiyə bax, ərişdə. Ərdə işdə olanda bunu bişirərlər. Getdik yeməyə. Dostlar, yeməyimizi bişirdik, sıvı ərişdə, o əyləşdik. Süfrədə nə var? Yumurğuna şiddət görmüş soğan,
salça əzməsi, sumaq, limon, turşu, puf çörək və səs çıxmır. Və bizim mükəmməl, çox dadlı sıvı qarışıq. Aç görək öldük. Bəh. Pişirmək sizdən, servis məndən olur. Valla sən bu xacalətli deyirsən, mən Nursay. Qavurma tikəsi də qoyan, Nursay. Adama bir tikə, çox əziz çal. Bəh, boy dədə gəl. Çıxsın qəşək. Tanrı səni qorusun Nursay. Biraz belə bir TikTok'da da görülür. Sən. Puf çörəkdən də ver. Hadi çək özün sonra, tez elə. Yox, birinci çək səni özün xahiş edirəm. Buyur Fuat, Tanrı səni qorusun. Vay dədə, səsə bax. Bismillah. İlahim, mükəmməl. Həqiqi, uşaqlığım yadıma düşdü. İlk dəfədir ki, belə sıvı qarışıq yeyirəm. Mən birinci dəfə deyirəm bu yeməyi. Mən də ilk dəfə deyirəm. Biz işləri burada test İlk edirik. dəfə yeyənlər desin, biri Qəbələdəndir, Qalx. biri şeydəndir, Qaxdandır, biri də Siyanlıdır. Mən yemişəm sıvı qarışıq, amma belə qovurmalı zat yeməmişəm. Çox dadlı. Soğan neynədir? Özə soğan möçüklərin kim yedi? Nusayət yedim. Soğan yeməmsin. Naxçıvan tuzu olsaydı belə batıracaqdıq, yoxdur amma. Partladım, bəyəndim. Çox gözəl. Məsəl, fikrini alaq da görək, bənzətmə eləyək. Sizdəki hansı yeməyə bənzəyir? Bizdəki çox maraqlı sualdır. Kameraya bax. Bizdə lobya şorbası var. Şırpıl deyirik bizim bölgədə. Bənzəyir ona. Biraz. Bəs sizdə? Biraz bənzəyir. Bizdə xinciliyə bənzəyir. İçində lobya olduğuna görə xincili yeməyi var bizdə. Biz Bilirəm. onu turşu ilə zadla yedik. Amma o belə olmur. Ya bənzəyir. Belə olur. Var bənzəyir. Daddarı ye, Biraz quzu əti vardı ya, biraz quru ətlə o biraz şey var deyənə, o ahənglik var deyən o dadın. Ona görə biraz xinciliyə oxşuyur. Həm də bizdə lobya da var. Fuat nə deyir? Bizdə də sıvı qarışıqdır, ona da bənzəyir. Ondan da çox gözəldir yəni. Qovurma olduğu üçün. Mən sizə onu deyə bilərəm. Baymbard Ləzzət Ovçu restoranında unutmayın ki, ləzzətlərin dueli gedir burada. Yəni bir növü üz-üzə ləzzətlər döyüşür. Müştərilər də menuda çətinlik çəkir. Çünki biz ləzzət uzmanlarıyıq və qürmənlərik, bir araya toplanmışıq. Bu gözəl ləzzətləri dadmaq üçün sizi elə burada gözləyirik. Öpürəm. Gələn səfər başqa restoranda olmaq istəyirəm. Öz restoranımızda olduq. Deyirsiniz ki, hər dəfə öz restoranında. O elə deyil. Sizin də restoranınızda qonaq olarıq. Dəvət edin, güvənirsinizsə bizdə gələk. Həm dadlara baxaq, həm mətbəxə, həm də yeməyimizə, həm də restoranımıza. Öpürük. Sağollaşaq. Bəli, Sağ olun. Göydən 3 alma düşdü. Biri bizim, biri operatorların, montajör qarışıq, Biznes TV-nin, biri də izləyicilərin. Siz almağa yeməkdə olun, biz də sağollaşmaqda. sağ olun. Lənkəranda bugün Əkbər qardaşla görüşəcəm və daha doğrusu görüşmüşük, tanış edəcəm sizdə. Sonra Lənkəranda gəzməli, görməli, maraqlı nə varsa sizinlə bölüşəcəm. Bir daha salam deyirəm. Deyərlər ki, Hoş geldin. sən necəsin? Hoş Nə geldin. olar, sağ ol. Buyurun. Ürək sözünü bir deyir də, Ürəyim sizə küçüksə. qonaqlarımız xoş gəlmişsiniz, safa gətirmişsiniz. Lənkəran gözəl, safalı bir yerdir. İnşallah gəzən, görən yerlərdə gedib gəzib görəcək. Əslində dostlar, bildirmək istəyirəm ki, ilk
Bura gələndə göz diqqətimi çəkdi də bura. Bura gelib bir-iki dənə şey alıb yolumuza davam eləyəcək. Siz də baxın nələr var. Sağdan süllətdir, sağdan. Sən böyüksən. Salam aleyküm müdür. Hoş gördük. Necəsiniz? Nə var nə? Keyfiniz necədir? Xeyirli, uğurlu, bərəkətli olsun işinizdə. Deməli, bildiyim qədər nehrə yağı ilə eləyirsiniz sizdən. Həqiqi, bir-iki şey almaq istəyirik, nə alaq? İndi biz dostlar, Lənkəranda, yəni bilirsiniz də gözəl restoranlar var, %100 hər yerdə. Amma ləzzət üçün bəzən böyük lüks lazım deyil də, düzdür? Bəli. Qar lazımdır. Bura haradır? Bura Lənkəranda, Dənizqiranda Dağlar oğlu Qarataba. Dağlar olub, Qarataba. Onda biz əyləşər. Elə yerdə oturaq ki, bax dənizdə necə gözəl görsənir. Burada mən bir dəfə olmuşum. Siz gətirmişsiniz. Bəli, biz gətirdik. Bir yerdə. Elə ona görə, o dağda görə bir də bura gəlmişik. Buranın adı Dağlar oğludur. Qara tava deməkdir. İndi mən qara deyirəm, bunlar qara deyil də. Qara tava ona görə deyirlər ki, burada bütün yeməklər bildiyin dədə, baba, çoxun qara tava olur. Onda pişir. Dadını isə yeyəndə danışacaq ki, necə dadır. Artıq mən Lənkəran bazarındayım. Bazar görək necədir. Masallıda bazarda olduq, indi isə Lənkərandayım. Görək qiymətlər necədir, nələr var, nələr yox. Yaxından tanış olaq. Salam ayaq saxla. Bir yer. Yumurta neçədir ay nənə? 30 köpüyə. Yağ var, istəyirsiniz yaxşı yağ. Yağ neçədir? Həmincə 15 man. Çəkirlər var. Hə, çəkirlər səni. Salam xalım, hər vaxt söyle. Ətli nəyiz var? Bunda belə, ətli bilincikdən 6 dənə ver. 6 dənə də bundan verərsiniz. Sağ olun, minnətdaram, təşəkkür edirəm. 13 manat 20 qəpik tutdu. Aldıq, amma gedək başqa yerdə oturub çay, kofe içib bunların da dadına baxarıq, həm də yemək yiyəcəyik. Mübariz müəllim, gedək bir dənə kofe içək. Müəllim zat nədir? Necə yəni, siz qonaqsınız, müəllimsiniz, siz alicənabsınız. Ya, estağfurullah, burada kofeyə çox bayanım. Bura bizim mayaqdır, Lənkəran mayaqıdır. Burada kimi dəniz olub. Lənkəranda mayak Xəzər dənizinin içində olub. Haydi, Bəli. buradan olub. Bəli. Su çəkilib. Bəli, su çəkilib, bu mayak burada yerləşib. Gedək, görək. Göbələyə bax, göbələyə. Bax, sonra deyim, bu torpaqlar o qədər bərəkətlidir. Bu yeməli göbələkdir. Gəl belə eləyək, içimizdə kimi sevmiriksə risk payı ona verək.
Məncə şeydir, operator bir yesin görək nətərdir. Buna bax, buna bax. Və bu yeməli deyil bu. Aşağısı hansı qara olur, onlar yeməlidir. Bax. Görəsən ay dostlar, bu yeməlidir yoxsa yox? Xeyr. Həqiqi. İndi Kərbalayı bilər də. Gedək. Balığı buradan təzə-təzə tuturlar. Bax, dostlar, məsələ burdadır ki, bəzən düzdür, hər kəs lüks istəyir, sevir, elə deyəsən. Bəzən də ləzzətlər elə bir köşələrdə, elə bir gizli yerlərdədir ki, onu tapmaq, aşkarlamaq da başqa bir şeydir. Bu gözəl gördüyünüz kotej, saray bizim ləzzət otağımızdır. İndi isə gedək görək nə var. Biz artıq masada əyləşmişik. Masada olan var, yəni bu bölgəyə aid olan. Yenə yazacaq hərə bir şey ki, yox bu bölgənin deyil, bizimdir, o deyəcək bizimdir. Amma mən valla bu burada ən çox görmüşəm ki, badımcanın turşusu, badımcanın kökün turşusu, yəni o qulpun turşusu. Sonra Qiyməsi. qiymə yəni. Adına bir şey. Bəli, qiymət. Ha, içində belə dolmaya oxşuyur. Bəli. Amma ləvənkidir, Xeyr, ətdir. dolmadır da bildiyimiz. Dolma deyir axı qardaşım, dolma yarpağa ət bükürsən. O isə Yox, badımcan dolması, qovurub yığırsan içine. Bizdə qiyma deyirlər. Bizdə qiymət. İndi adın dəyişimsiz, indi halk da, indi el başqa yerdə qızartmırlar, pörtlədi bir yerlər. Ortada yeyəni də var, qızardı. Yox, o Dilim qızartma. verirlər, qızardırlar. O halında var. Sarımsaqla soruşduğu Bax, mən sənə deyim. Yox, bu bölgə aid. Badımcan sırdağı, düz deyilmi? Bəli. Badımcan ləvənkisi iki cürdür. Biri var, badımcan ləvənkisi. Yox. Hə, qiymə ətlə olan Bəli, var. ətlə. Bir də qozla olan var. Qoz, soğan, turşu. Düzdür. Bəli. Badımcan doldurma turşusu var. Badımcan kökün turşusu var. 5 dənə bəstə, gəl söhbət bağlayaq 5 dənəni. Keçdi. Bu sarımsaq turşusu hər yerdə eləyirlər. İndi isə menumuzda nə var? Menumuzda birazdan görəcəyik nə var. Hələ biz atışdırmalıq eləyirik. Bismillah. Nənə, Ay balı. mən səndən biraz söhbət eləyəcəm. Olar. Onlar niye olmaz? Sənin mallar qurban. Bunlar turp yarpağıdır, nədir? Turşənk. Türkü tara diyor. Bu nə işlədirsiniz? Tara pişirirler. Neçədir bu? Sarafana tökülen bir mal. Yaxşı, sən bundan nə pişirirlər? Tərə nə tərəsidir? Tara da onu kaynatırsan amalli başlıyor. Sonra onu tökürsen gaza, onun yağı tökürsen, onun alçanı tökürsen, onun digini tökürsen. Ağzını bağlıysan xora pişir gibi. Əla. Yeməmsən. Yemişim, sizlə getmişik, yemişik. Yeməmsənsə sabaya bişirtdirib sənsin. Yox, yemişim. Xiyar neçədir? Xiyarın da qiymətindir ana. Xiyar bir moda. Və bu pomidor, hə? Pomidor da bir moda. Demə olar. Və bu sarımsaq neçədir? Onlar dördü bir moda. Sən mənə de görüm, otur, ayaq üstə durma, Ha, otur. oturduk. De görüm neçə ildir bazardasan? Mən heç demə boşuna. 30 ildir bazarda alver eləyirəm. 30 ildir bazar, maşallah, maşallah. Ha, Bu düşmüşəm, 30 ildir. qocalmışam. Ya, amma qoçaqsan. Suyu götürəndə gördüm də. Ha, qocağam, ha. Allah Bunu bana alıb versin. satırsan. Bəli, alırım, satıram. Günə nə qədər alver olur? Olur da. 60 olur, 100 olur. Şükür, həmd olsun Allaha. Ha, qazancımız da nə olur? Ev eşikdə balalarımızı aparır, toya Salam, gedirik, üzrə necəsən ana? gedirik, qonaqlığa gedirik. Hə. Sonra Bax, xoş, sağ ol, xoşunuza gəlir. Ana, mən bir dənə də söz soruşum, getmə, səninlə söhbət edəcəm. Dayı niyə gəldin, niyə qaçırsan? Və nə, düz deyir, çox dobra qadındır. Niyə gəldin, niyə qaçırsan? Bax, danışmaya nə var? Sən burada nə var ki? Yox, bazardasan, hamı da görür Alver bunu. eləyirik də. Ay, bir şey görmürük ki.
Tərəvəzlərdən danışdı. Bəli. Öz alıb satırsan da yəqin. Alıram, satıram. Aha. Saat 4-də, 3-də bazara gəlirəm. Gecə. Bəli. Sonra satırsınız onu. Bəli, oturmuşuq burada satırıq. Alıcı gəlir, alır, satırıq, alırıq. 4'ü 1000 manata satırıq, 5'i 1000 manata satırıq. Kənd yumurtası təzədir. Bəli. Sonra sənin sağlığın, sən balsan, bal. Sağ olun. Allah sənə Aynen kömək. qulluğunuz. Mən qulluq eləyim sənə. Yolunuzda hazırım. Ne desem Sağ ol. baş üstə. Öpürəm. Çörəyimizi qazanc edirik. Maşallah, maşallah. Sağ olun. Şükürlü adamsan, şükürlü Allah adam. sağ Sağ ol. Dostlar, Lənkəran bazarı bir gözəl, özləri bir gözəl, insanları bir gözəl. Yəni mən sırf Bakıdan bu bazara gəzmək üçün gələrəm. Getdik. Bəh. Bu Lənkəran da nədir? İndi dadına tez baxaq mı? Bir mübariz mənlə nüş elə. Xahiş edirəm, birinci siz götürərdiniz da. Siz qonaqsınız. Mən qonaq var. Baba, bunu Siz mənə pək birin. Yox, onları böləcəm sizlə. Xahiş edirəm. Ora qoy. Bir dəqiqə bölə. Qalsın orada, mən qaldım. Yox, mən elə eləsi özüm bu şey oldu. Bizi yalan zəbər eləyir ki, siz yeməyəsiniz də. Yox, çəkilişdən sonra deyəsən ver, gör mən çəkiliş idi, yarsın. Mən ciyərini O da götürdü, ciyərini. Mən də xasa ilə bölüşərəm. Bax, sahibi də sana. Amma dostlar, bir dənə dəhşətli ətir var. Buna baxın. Bismillah. Bu da var. Mənə də mənə ki, bax. Olsun, o da sən. Mən bunu bax buradan belə, olar buradan belə. Bəh. Oy dədəcəm. Haydi, bismillah. Sırdaq gəlir, xoş gəlir. Salam aleyküm. Necəsin qardaş? Keyfin necədir? Bazar olsun. Alver var? Şükür. Heyva haranın heyvasıdır? Kürdəmir eyvasıdır. Narın şirəsini sıxırsınız burada, yoxsa Hazır sıxılmışı var. yəni kim sıxıb gətir bu? Özüm sıxılmışam da. Evdə sıxırsan. Nəyinə? Aparat Yəqin əldə sıxsan, amma o aparatlar olanda daha yaxşı olur. Ki bu neçəyə versiniz? Sənə verirəm 5 manat. 6-ya satım, sizə verirəm. Şirin narın suyu. Yaxşı. Çay. Salam aleyküm. Neçədir çay? Hə, sizindir. Bir yerdəsiz. Qara çay, təbii Lənkəran çayı 35 manat. Yarpaq təbii Lənkəran çayı. Ən yaxşısı hansıdır müəllim? Bırak kardeşim. Yaxşı, belə çayım var, qəşəng düyünləri gəlir. Bu keç çaydı Lənkəranla. Maşallah olsun. Neçəyə veririk bunu? Bunun kilo 100 manatdır. 100 manat? Bəli. Hangi deyirsən? Maşallah olsun. Ha bilirəm, çay plantasiyasında olmuşam. Amma yaxşı, alıcısı var. Var. Qəşəng alırlar. Gəlmələr çox alır. Ha yerlilər yazıq neynəsin, final çayzat belə şeydən işlərlər, hə? Yeri çox da mal göstərmir təbii Ha. Bazar olsun dostlar. Düzdür, deyəsiniz ki, dodaq uçuqlar, nə deyirlər, unuttum. Ha, uçuqlar deyil, qiymət amma elə deyil. Bir də 1 kilosu da, yarım kilosu 50 manatdır. Yaxşı, bu ki, bura məskənidir, yoxsa Astaradan gəlir? Bu da Astaradır, Lənkərandır. Bu, hə, fərqi belə bilinir, hə? Fərqi biraz, Lənkəran biraz gec yetişir, Astara tez yetişir. Bu Lənkəran, bu da Astara. Qiymətlər neçədir? 2 manata 1.50. Lənkəran 1.50, Astara 2 manat. Bazar olsun, xeyirli müştərilər. Aha, bağışla. Bax, bu da belə, bu da belə. Bazar da bazardır. Salam aleyküm. Necəsiz qardaş? Salam aleyküm. Necəsiz? Nar neçədir?
Bunlar 1 manata da var, 2 manata var, 1.50 də var. Bəs mandarin, limon. Limon 5 tanesi 1 manata. Onların var 2 manata. 1.50 var, 2 manata var, hər manata var. 5 dənəsi 1 manat. Emin, bir də 5 dənə də limon al da, olar. İndi al. Ver. Gedək. Əkbər müəllim, səni də yordum. Arada danış, səsin gəlsin. Gəlir, narahat olma. Narahat olma, gəlir. Bax görsən, heyvanın gözəlliyinə bax. Hayır. Yəqin şeydir, Kürdəmir heyvasıdır. Salam aleyküm. Necəsiz? Yaxşısınız? Neçədir heyva? Heyva 1.30. Ay maşallah. Heyva da ha. Bunun yaxşı. Ver baxaq da. Bismillah. Amma heyva həqiqi çox dadlıdır. Çox dayanlı. Dostlar, balıq sırdağı başqa bir şey. Demək nə var? Balığı qızardırlar. Qəşəng yağda, bax görsün. Belə qoydular. Üstünə pomidoru, göyərtini, bu da sarımsaq. Düzdür? Bundan sonra bu olur. Ay dədəcən. Buyur, ağsaqqal. Ay Allah, bismillah. Bax. Vay dədə gəl. Bismillah. Bu balıq sırdağını öz restoranında menüya salacağım. Yəni sabahdan menümdə olacaq bu. Limon neçədir? 7'si 1 manata. 14 dənəsini ver. Sana vereyim baş üstə. Gətir görün bura. Buyuruz qardaşım. Bismillah. Bu benim hayat yoldaşımın dostudur ya. Haydi. O gözəl insandır. O. Ha. Onun kimi yaxşı adam yoxdur. 6. Bunun adı 7. Əkbər olanda özü ne olacak? Ha? Özü baldır, bal. Gördün. Mən istəyirəm aradım ona bal oğlan deyim. Yox, elə onun öz adı ona bastı. 7. 3, 7. Gözlə elə aparır. 6, düzdür. 6. Qatmıram. Yok. Günah. Bir pay gedəndə ne olacak? Yo. Pay verirlər. Allah. Qurban desin. Neçə oldu? 7, 14. 14. 14 tane. Allah razı olsun. Sonra ne demek? Pul verin mənə. Sən sağlığın. Ta bu mənə bastı da. Var ol. Allah səndən razı olsun. Allah səni heç kimə möhtac eləməsin. Heç kimə ha. Amin.